Salam əziz müəllimlər, mən Murad müəllim. Yenə sizlərlə birlikdəyik. Bugün sizlərlə e, hazırladığım sınaq imtahanının suallarının izahına baxacağıq birlikdə. Keçək suallara. Deməli, birinci sualda nə deyilir? Torpaqdakı nitrat duzlarına tapılan azot fiksedici bakteriyalarla yenidən atmosferə qarışır. Torpaqdakı azotun təkrar atmosferə keçməsini təmin edən funksiyaya denitrifikasiya deyilir. Bu sadəcə bir məlumatdır. Denitrifikasiya ilə bağlı verilənlərdən hansı doğrudur deyilib. Deməli, burada anaerob mühitdə baş verməsi birinci variantımız deməli doğru cavab olacaq. İkinci, torpaqdakı azot duzu miqdarı azaldır. Bu da e, belə deyək, parçalanma səbəbindən doğru cavab olaraq götürüləcək. Üçüncü, atmosferdəki azot qazı miqdarını azaldır. Bu isə yanlış cavabımız olacaqdır. Hansı ki, bu parçalanma nəticəsində əksinə atmosferdə azot qazının miqdarı artmış olacaqdır. Doğru cavabımız olacaq 1 və 2. İkinci sualda aşağıdakilerden hansı bir nükleotidin tərkibində yoxdur dediği zaman biz bilirik ki nükleotidin tərkibi azot əsasından, karbohidratdan, fosfatdan ibarətdir. Bu deməli adenin əsası gördüyümüz olunmuş olacaqdır. Sitozin yenə olmuş olacaqdır. Fosfat yenə olmuş olacaqdır. Fosfoester rabitə isə bir nükleotidin digər nükleotidlə bağlanması zamanı aralarında yaranan rabitədir. Hansı ki, bir nükleotidin karbohidratı ilə digər nükleotidin fosfatı arasında yaranan həmin bu fosfoester rabitə olmuş olacaq. Buna kovalent rabitə olmuş olacaqdır. Bu səbəbdən bizim yanlış cavabımız olacaq nə? Peptid rabitə. Nə üçün peptid rabitə? Çünki amin turşular bir-biri ilə birləşən zaman onların arasında əmələ gələr. Nukleotiddə bu cür rabitə bulunmaz. Üçüncü, aşağıdakilərdən hansı insanda mövcud olan bir nukleotid növü ola bilməz? Biz bilirik ki, deməli, nukleotidlər adenin, timin, guanin, sitozin. Bunlar hər biri dezoksiriboza ilə işlənə bilən nukleotidlərdir. Timin dezoksiriboza ilə işlənər, amma riboza ilə işlənməz. Ona görə də timin ribonukleotid deyilən cavabı yanlış cavab olaraq işarələmiş olacağıq. Digərlərinə baxdığım zaman adenin ribonukleotid, deməli, RNT tərkibində olarkən riboza ilə işlənə bilirdi adenin. Sitozin yenə DNT-də olanda dezoksiriboza ilə işlənə bilirdi. Guanin yenə dezoksiriboza ilə, adenin yenə dezoksiriboza ilə işlənə bilən nukleotid idi. Deməli, növbəti sualımıza baxırıq. Dördüncü sualda deyir, ekoloji piramidalar müxtəlif verilənləri diqqətə alaraq hazırlanır. Enerji piramidaları da bu şəkildə hazırlanan ekoloji piramidalardan biridir. Ekoloji piramidalarda hər bir pilləsində cəmi enerji miqdarı istifadə olunur. Ən aşağı pillədə enerji miqdarı ən çox olan istehlakçılar pilləsidir. Piramidada istehlakçıdan istifadəçiyə doğru getdikcə hər bir pillədə toplanan enerji miqdarı azalır. Aşağıda şəkildə bir enerji piramidası bizlərə verilibdir. Şəklə əsasən enerji piramidaları ilə bağlı aşağıdakı fikirlərdən hansı doğru deyil deyir. Aşağıdakı fikirlərə baxdığımız zaman nədir? Nə deyir? Birincidə istehlakçılarda toplanan enerji digər bütün pillədə toplanan enerjidən çoxdur. Bu doğrudur. Bizə doğru olmayanı soruşur şərtdə. Doğru deyil. Yəni doğru olmayanı seçəcəyik biz. Deməli, birinci variantımız oldu doğru. B variantında birinci dərəcəli konsumentlər pilləsindəki enerji miqdarı OTN-lər pilləsindəki enerji miqdarından təxminən 10% qədərdir. Bəli, hesablasaq görərik. Çünki hər dəfə keçdikcə piramidada 10%, 10% olaraq keçirdi enerji dəyəri. Deməli, C variantında canlıların müxtəlif həyati fəaliyyətlərində enerji istifadə etmələri enerji piramidalarındakı daralmanın əsas səbəbidir. Bəli, bu da doğru olmuş olacaqdır.
Hər dəfə enerji istifadə olunduqca neyniyir? Enerji müəyyən qədər azalmış olacaq. Bu da daralmaya səbəb olacaq. D variantında hər bir pillədəki enerjinin çoxunu istilik olaraq ətrafa verilir və üst pilləyə ötürülməz. Bəli, çox hissəsi istilik şəklində ətrafa paylanar və digər pilləyə ötürülməz. Y variantında nə deyir? Piramidanın ən üst pilləsində daima enerji ehtiyacı digərlərindən daha az olan canlılar yer alır. Xeyr, belə bir fikir tamamilə yanlışdır. Yəni ümumiyyətlə heç tam şəkildə bunu demək olmaz. Ona görə də doğru, yəni yanlışı axtarırıq. Burada yanlış olan olacaq Y variantı e, və bizim üçün doğru cavab olmuş olacaqdır. Deməli, beşinci sualda nə deyir? Aşağıdakı nəsil ağacında bir əlaməti fenotipində göstərən valideynlər qara rənglə göstərmişdir. Nəsil ağacında məlumatlara əsasən bu əlamət necə ötürülə bilər? Deməli, birinci yazıb autosomal dominant allellə. Autosomal dominant allellə deyildiyi üçün mən buraya böyük A, kiçik A şəklində yazaram. Böyük A, kiçik A, böyük A, kiçik A, böyük A, kiçik A, böyük A, kiçik A. Deməli, mən bunu böyük A, kiçik A yazmamın səbəbi nədir? Bu, heç bir xəstəliyə səbəb olmayacaq erkəyi kiçik A işarələyərək aşağıdakı övladların heç birinin xəstə olmamasına səbəb ola bilərəm. Çünki bu kiçik A özündən sadəcə kiçik A-nı verər, böyük A, kiçik A isə kiçik A-nı verərək yenə də bu normal övladları dünyaya gətirə biləcəkdir. Burada da kiçik A yazıram. Bu şəkildə yenə də əmələ gələn övladlardan biri böyük A, kiçik A şəklində gördüyümüz bu. Digəri isə kiçik A şəklində nədir? Sağlam övlad şəklində əmələ gələ biləcəkdir. Daha sonra biri sağlam, kiçik A, digəri böyük A, kiçik A şəklində. Aşağıya baxdığımız zaman yenə də kiçik A sadəcə özündən kiçik A-nı, böyük A, kiçik A isə özündən yenə də kiçik A-nı verərək, bax bu sağlam övladları dünyaya gətirə bilər. Kiçik A yazdığım halda digəri böyük A, kiçik A, yenə də böyük A bir dəfə birləşib kiçik A ilə böyük A, kiçik A-nı əmələ gətirə bilir. Kiçik A ilə kiçik A birləşərək yenə də sağlam övladı dünyaya gətirə bilir. Demək ki, mənim bu şəkildə yazılışım nədir? Məni vəziyyətdən çıxarda bilir. Yəni, bu doğrudur. Doğru qəbul edilə bilər. Daha sonra baxırıq ikinciyə. Autosomal resessiv allellərlə. Deməli, mən bura kiçik A yazsam, kiçik A yazsam, mən bura məcburam ki, nə yazam? Böyük A yazam ki, böyük A, kiçik A yazarsam əgər, nədir? Kiçik A-larla gəlib birləşib də yenə də böyük A, kiçik A, daha doğrusu kiçik A şəklində xəstə övladlar yaratma ehtimalı var. Ona görə böyük A yazıram ki, sadəcə bu böyük A-nı versin, kiçik A-lar isə sadəcə kiçik A-nı versin ki, bütün övladlar nə olsun, böyük A, kiçik A şəklində olsun, xəstə olmasın, yəni sağlam olsun. Çünki autosomal resessiv ilə keçən zaman vəziyyəti deyir mənə. Deməli, bunların hamısına yenə də kiçik A yazsam, deməli, mənim baxıram ki, bir dənə nəyim var burada? Xəstəm var. Ona görə mən böyük A, kiçik A şəklində yazaram bunu. Bu şəkildə nə olmuş olacaq? Yenə də şərt ödənmiş olacaq. Kiçik A-lar birləşərək bir dənə xəstə, böyük A, kiçik A ilə birləşərək bir dənə sağlam övlad dünyaya gətirə biləcəkdir. Mən bunu yenə kiçik A-larla işarələsəm, böyük A, kiçik A digərinə demişəm, tutaq ki, böyük A, kiçik A ilə kiçik A birləşən zaman böyük A, kiçik A ilə burada sadəcə böyük A-nı verər. Bu kiçik A isə sadəcə kiçik A-nı verəcək, istəsə də, istəməsə də. Və bu böyük A-lar yenə bu kiçik A-la birləşərək yenə də nəyi? Sağlam övladları bizə verə bilər. Daha sonra baxdığımız zaman mən kiçik A yazıram bura. Bir övlad xəstə olduğuna görə yenə də nədir? Sağlamı bu şəkildə işarə edərək doğru, belə deyək, nəticəni əldə edə bilirəm. Demək ki, nədir? Bu əlamət autosomal resessiv genlərlə də neyə bilirmiş? Ötürülə bilirmiş. İkinci variantım da uyğun olduğuna görə keçək üçüncü deyilənə. Üçüncü deyilən nədir? X xromosomu ilə daşınan dominant allellə deyir.
keçə bilər. X xromosomu ilə dominant allelinə. Bu da mümkün olacaqdır. X-də daşınan dominant allellə keçibsə, deməli bu nədir? Bu qadındır da, XX. Bu da nədir? XY-dir. XY-dir. Deməli, bunun X-i kiçik A olar. Digər qadının isə nədir? Böyük A, böyük A, kiçik A şəklində yazarsam, böyük A, kiçik A şəklində yazarsam, buradakı X-in verdiyi kiçik A ilə buradakı kiçik A birləşərək nədir? E, Sağlam qadınları əmələ gətirə bilər. Həmçinin bu Y-lə də, erkəyin Y ilə, həmçinin dişinin X-i, X kiçik A-sı birləşərək yenə sağlam erkək dünyaya gətirə bilər. Və digərinə də eyni şəkildə baxsaq, görəcəyik ki, bu nədir? XX-dir, sağlamdır, kiçik A, kiçik A. Burada nədir? X böyük A, Y kiçik Y heç bir şey yazmayacaq. Sadəcə X-lə ötürülən bir şeydir bu. Çünki bu şəkildə baxdığımız zaman nədir? Qadın xəstədir. Qadın xəstədir çünki qadına mən kişi nə verəcək mütləq? X verəcək. X-i də böyük A-dır da. Böyük A olduğuna görə qadın nə olur? X böyük A, X kiçik A. Bu şəkildə olur deyə yenə də şərt ödənmiş olur. Həqiqətən də bu şəkildə xəstə övlad dünyaya gəlmiş olacaq və yaxud da əlaməti daşıyan övlad meydana gələcəkdir. Daha sonra baxıram nədir? Bir digəri erkəkdir. Digər erkəkdir və sağlamdır. Kişi özündən sadəcə Y verəcək, qadın isə məcburən kiçik A-nı vermiş olacaq. Bu da olacaq nə? X kiçik A, Y. Baxıram ki, yenə də şərt ödənmiş oldu. Digərlərinə də baxsanız, eyni şəkildə görmüş olacaqsınız vəziyyəti. Burada X kiçik A, Y şəklində olur və burada sadəcə özündən Y verəcək. Qadın isə X kiçik A-nı verdiyinə görə X kiçik A, Y bu şəkildə, yəni övladlar dünyaya gəlmiş olacaqdır. Digərinə baxıram, qadın böyük A, X kiçik A şəklində olmalıdır ki, çünki niyə? Çünki burada qadın nədir? Sağlam şəkildə bir qadınımız var. Bu şəkildə yazaraq deməli nədir? Uyğunluğu sağlaya bilərik. Bəs kişi görürük ki, xəstədir. Kişi xəstədir olsun da buradan Y gələr. Digər X üzərindən isə böyük A gəlmiş olar. Bu şəkildə X böyük A, Y şəklində yazıb yenə də nəsil ağacını tamamlaya bilərik. Deməli, mənim birinci, ikinci, üçüncü cavablarım doğru oldu. Dördüncü cavaba baxdığımız zaman dördüncü cavabda nə deyir? Dördüncü cavabda deyir ki, X xromosomu ilə daşınan resessiv allel. X xromosomu ilə daşınan resessiv allel X kiçik A, X kiçik A. Məcburən bunu bu şəkildə yazam da belə. X, məsəl üçün buna mən böyük A, Y bu şəklində yazaram. Hə, bu xəstə olmasın deyə. Baxın, burada qadın, iki dənə qadın, bir dənə kişi əmələ gəlir. Kişi əmələ gəlibsə, buradakı mənim fərdim kişi özündən nə verəcək? Y verəcək. Qadın isə sadəcə X kiçik A-nı verəcək. Və əgər ki, X xromosomu ilə daşınan resessiv alleldə əlamət üzə keçirsə, üzə çıxırsa, X kiçik A, Y yazdığım anda bu erkəyin nə olması lazım idi? Xəstə olması lazım idi. Ona görə də bu yazılış düzgün deyildir. Bu şəkildə uyğunlaşdıra bilmədiyimizdən dördüncü cavabı nədir? Yanlış qəbul edəcəyik. Doğru cavab olacaq 1, 2 və 3. Yəni D variantımız. Daha sonra baxırıq nəyə? Altıncı, qrafikdə bir impuls yolundakı impuls sürətinin dəyişməsi verilmişdir. Buna əsasən A və C-də ötürülmə deyir elektrokimyəvi, B-də kimyəvidir. B-də impuls ötürülərkən potensialları fərqi yaranır. A və C arasında ötürülməni təmin edən maddələr yaranır. Tamam. İmpulsun surəti göstərilir, bir də zaman göstərilir. İmpulsun surəti yuxarıda, yəni yüksək olduğu anda
sonra yavaş, sonra isə nədir? Təzədəndən yüksəlmişdir. Mən bunu yüksək olanları neyron, sinaps, neyron şəklində qəbul etsəm, burada baxdığım zaman A və C-də deyir ötürülmə elektrokimyəvidir. Yəni neyronlarda ötürülmə bəli elektrokimyəvi. B-də, yəni sinapslarda ötürülmə nədir? Kimyəvi. Xüsusi maddələrin təsirindən baş verə bilir bu ötürülmə. Ötürülməni təmin edən xüsusi maddələr var yəni. B-də deyir impuls ötürülərkən potensiallar fərqi yaranır. Xeyr, sinapsda hər hansı bir ötürülmə prosesində potensiallar fərqi yaranmayacaqdır. İkinci cavabımız, ikinci variantımız yanlış olacaq. Bir deməli doğru oldu. Bir də doğru olacaq nə? A və C arasında ötürülməni təmin edən maddələr yaranır. Bəli, A ilə C, A neyrondur, bu da neyrondur. Arasında sinaps var və bu zaman bu impuls ötürülən zaman su maddələr yaranır ki, bu ötürülməni təmin edir. Deməli, doğru cavabımız oldu 1 və 3. Növbəti sual 7. Sinir toxuması ilə bağlı aşağıdakılardan hansı yanlışdır deyir. Neyron və peyk hüceyrələrdən təşkil olunmuşdur. Bəli. Funksiyasına görə 3 növ neyron var. Bəli. Peyk hüceyrələri neyronların bölünməsində iştirak edir. Peyk hüceyrəsi neyronların bölünməsində iştirak etməyəcək. Bu variantımız olacaq nə? Yanlış olmuş olacaqdır. Sonrakı nə deyir? İki neyron sinaps hissədən bir-biri ilə qaynır. Bəli, bu doğrudur. Neyronların tərkibində çoxlu miqdarda mitokondri var. Bu da doğrudur. Çoxlu enerji lazımdır. Çünki çox fazla şəkildə enerji sərf olunur burada. Ona görə də mitokondri miqdarı çox olmuş olacaqdır. 8. Yetkin bir neyronun hüceyrə orqanında aşağıdakı strukturlardan hansı yoxdur? Hansı olmayacaq? Sentromer olmayacaqdır. Bunlar bölünmür axı. Heç bunun nəyinə lazımdır? 9. Şəklə əsasən bitkilərdə göstərilən fotosintez reaksiyasının gedişatı göstərilmişdir. Bu reaksiyaya girən maddələr və alınan məhsullar nömrələnmişdir. Buna əsasən nömrələnmiş molekullar aşağıdakılardan hansı doğru verilmişdir? Biz birinci belə deyək, verilmişə baxanda görürük ki, nədir? İşıq fazasıdır. İşıq fazasında nədir? Oksigen xaric olunmuşdur. Təbii ki, burada işığın təsirindən fotoliz prosesi də gedəcək, su, yəni parçalanacaq. Buradakı elektronlardan həmin bu ikinci gördüyümüz hissədə nədir? ATF əmələ gəlmiş olacaqdır. Üçüncü fazada isə nədir? Karbon qazı istifadə olunaraq qaranlıq fazasında nə əmələ gətirmiş olacaq? Qida maddələri əmələ gətirmiş olacaq. Üzvü maddə, yəni qlükoza əmələ gəlmiş olacaqdır. C6H12 O6 şəklində. Deməli, birinci halda nədir? Suyun iştirakı ilə gedəcək bu proses dedik. Suyun sonra parçalanmasından fotolizə uğramasından oksigen xaricə çıxacaqdır. Sonra oradakı elektronlardan ikinci fazada ATF sintezi olunacaqdır və həmçinin hidrogenlər nəyə birləşəcək? NADF-ə birləşəcək. NADF H əmələ gətirmiş olacaqdır. Bunlar da daşınacaq həmin bu qaranlıq fazaya. Deməli, görünür ki, birinci oldu su, ikinci NADH, üçüncü isə nə? Qida maddəsi, yəni qlükoza əmələ gəlmiş olacaqdır. Doğru cavabımız olur D variantı. Daha sonra baxırıq nəyə? Nukleotit quruluşu aşağıda sxematik şəkildə göstərilmişdir. Nukleotit quruluşu ilə bağlı aşağıdakı mülahisələrdən hansı yanlışdır, deyir. Azot əsası 5 karbonlu karbohidrat pentozla ortofosfat turşusu qalığı olacaq bizim nukleotidimizin quruluşu. Nə deyir? İki nukleotid azotlu üzvə əsaslarla hidrogen rabitəsi ilə birləşir. Bəli, nukleotidlər bir-biri ilə nədir? Hidrogen rabitəsi ilə birləşir. Adenin ilə timin arasında 2 qat rabitə, guanin ilə sitozin arasında 3 qat hidrogen rabitəsi mövcud olacaqdır. Azotlu üzvü əsas və pentoza şəkəri arasında qlikozid rabitəsi əmələ gəlir. Bəli, azot əsası ilə pentoz arasında qlikozid rabitəsi əmələ gələcəkdir. Fosfodiester rabitəsi polinukleotid zəncirinin yığılması zamanı yaranır. Bəli, polinukleotid yəni çoxlu sayda nukleotidin bir-biri ilə birləşməsidir ki, birləşmə zamanı dedik ki, birinin nəyi? Karbohidratı,
digərinin başqa digər bir nukleotidin nəyi ilə birləşir? Fosfatı ilə birləşmiş olacaqdır. Burada kovalent rabitə yaranmış olacaqdır. Daha sonra baxırıq, purin üzvü əsasların DNT-də, pirimidin üzvü əsasları isə RNT-də olur. Purinlər nə idi? Adeninlə guanindir. Pirimidinlər isə, çox üzr istəyirəm, pirimidinlər isə RNT-də olur. Pirimidin nə idi? Sitozin, timin, urasil, e, hə, sitozin, pirimidin üzvü əsasları isə RNT-də olur. Sitozin, timin, urasil, e, yəni bu sadəcə RNT-də olan bir şey deyil də, DNT-də də ola bilər. Bu amma deyir ki, nədir? Furin ancaq üzvü əsasları DNT-də, pirimidin üzvü əsasları RNT-də olur. Buna görə yanlışdır. DNT-də timin və sitozin nukleotidlərinə də, azot əsaslarına da rast gəlinə biləcəkdir. Deməli, daha sonra nədir? DNT və RNT molekullarında eyni nukleotidlər yoxdur. E, Xeyr, eyni nukleotidlər yoxdur. Bəli, doğrudur da. Eyni nukleotidlər yoxdur. Çünki mən DNT-də işlədərkən adenin, timin, guanin, sitozin bunlar nədir? Fərqli 4 növ nukleotiddir. Dezoksiriboza ilə işlənən, dezoksiriboza ilə işlənən, dezoksiriboza ilə işlənən. RNT-də olanlar isə nədir? Adenin, urasil, guanin, sitozin. Adenin, guanin, sitozini eyni görüb, elə bilməyin ki, eynidir. Növ olaraq fərqlidir. Çünki bunlarda nədir? Riboza işlənir. Riboza işləndiyindən fərqli nukleotidlər olmuş olacaq. Ona görə də eyni nukleotid yoxdur variantını doğru qəbul etmiş oluruq. 11. Eyni pozisyonda yerləşən iki ribosom tərəfindən istehsal olunan zulallar üçün verilənlərdən hansı doğrudur, deyir. İstifadə olunan amin turşusunun sayı, əmələ gələn məlumat RNT-nin nukleotid sırası, istifadə olunan amin turşu müxtəlifliyi. Deməli, məlumat RNT-nin üzərində gəlib bu polisom qrupu bir dənəsi məsəl üçün biri var, bunu işləyə təzədənən qayda, bir də təzədənən başa qayda davamını edə. Bir də var çoxlu sayda ribosomdur, çoxlu sayda ribosomdur. Hə, bu şəkildə düzülübdülər və eyni anda zulalın sintezi prosesini həyata keçirdirlər. Bunun hər birində nə olacaq? İstifadə olunan amil turşusu sayı elə yenə də bərabər olmuş olacaqdır. Hər hansı bir fərq olmayacaqdır. Əmələ gələn məlumat RNT-nin nukleotid sırası yenə də eyni olmuş olacaqdır. İstifadə olunan amin turşu müxtəlifliyi yenə də eyni olmuş olacaqdır. Çünki məlumat RNT-sində hər hansı bir dəyişiklik yoxdur. Bir dənə məlumat RNT-sidir. Prosta üzərində çoxlu sayda ribosom yığılıbdır. Və nə zaman müxtəliflik olar? Müxtəliflik məlumat RNT dəyişən zaman olar. Zulal müxtəlifliyi məlumat RNT-nin dəyişməsi ilə bağlı olan bir şeydir. Deməli, doğru cavab olaraq nədir? 1, 2 və üçüncü cavablar nədir? E, Doğru cavab olmuş olacaqdır. Deməli, istifadə olunan amin turşusunun sayı verilənlərdən hansı doğrudur? İstifadə olunan amin turşusunun sayı, əmələ gələn məlumat RNT-nin nukleotid sırası, istifadə olunan amin turşunun müxtəlifliyi eyni olar. Burada cümlə yarımçıq gedir, müxtəlifliyi eyni olar. Bu şəkildə yazılmalıdır. Demək ki, 1, 2 və 3 variantın hər biri nədir? Doğru olmuş olacaqdır. Sonra keçək növbəti suala. 12. Limfa sistemi ilə bağlı verilən ifadə hansı doğrudur? Kapillər və vena damarlardan ibarətdir. 1 doğru olacaqdır. Təbii ki, 2 limfa axını qan dövranında daha yavaşdır. Bu da doğrudur. Üçüncü nədir? Maddə keçiriciliyi qan dövranından azdır. Xeyr, maddə keçiriciliyi qan dövranından az olmayacaqdır. Ona görə üçüncü variant yanlış olduğundan doğru cavab olacaq 1 və 2, yəni B variantı olmuş olacaqdır. 13. Qlükozanın oksijeni tənəffüsə qatıla bilməsi üçün həyata keçən qlikoliz haqqında aşağıdakılardan hansı yanlışdır? Defosforilyasiya aparılır, fosfor itirmə yəni. Fosforlaşma həyata keçirilir. Xeyr, bu da olmur. Daha doğrusu olur. Bunlar hər ikisi olur. Qlükoza parçalanaraq piruvat əmələ gətirir.
Bu da doğru olur. Hüceyrənin mitokondrisində baş verir. E, Xeyr, mitokondrisində baş verməyəcəkdir. Ona görə də yanlış cavabımız C variantında qlükoza parçalanaraq piruvat əmələ gətirəcək. Doğrudur. E, Nə deyir? Hüceyrənin mitokondrisində baş verir. Xeyr, hüceyrənin mitokondrisində yox, hüceyrənin stoplazmasında baş verəcək bu proses. Ona görə də D variantı yanlış olmuş olacaqdır. Təkrar üzr istəyirəm ara verdiyim üçün. Deməli, 14-cü sual. Bədən hüceyrələrinin tənəffüs yolu ilə qəbul edilən oksigen qazının çatdırılması prosesi hansı ardıcıllıqla baş vermişdir? Hansı ardıcıllıqla baş verər? Birinci, yəni alveollar. Birinci bu gələr. Alveollardan sonra alveol kapillyarları, ondan sonra isə toxuma kapillyarları olmuş olacaqdır. Yəni 3-1-2 şəklində proses getmiş olacaqdır. Doğru cavabımız Y variantı. Daha sonra baxırıq nəyə? 15. 15-ci sualda deyir, aşağıdakı qrafik üç müxtəlif azotlu tulantı məhsulda sidik cövhəri, sidik turşusu, amonyak zəhərin miqdarı göstərilir. Qrafika əsasən aşağıdakı ifadələr hansı doğrudur? X, Y, Z-in zəhərlilik miqdarını göstərir. X-i ən böyük qoyubsa, X deməli nədir bu? Amonyak, amonyak. Bu birisi deməli digərləri nə olur? Deməli, X-ə dedik amonyak, bir də Y-ə deyəcək sidik cövhəri, Z-ə isə deyəcək nə? Sidik turşu. Sidik turşusu olmuş olacaqdır. Yəni, zəhərlilik miqdarına görə düzülərkən bu arzulasına düzülmüş olacaq. Qrafikdən bunların hansının hansı olduğunu təyin etdik. X deyir, amin turşuların hüceyrə tənəffüs zamanı buraxılır. Bəli, amonyak bu şəkildə azot özünü necə qurtarır? Amonyaka çevirərək qurtaracaq da bu prosesdə. Ona görə də X olmuş olacaq nəyi? Doğru cavab olmuş olacaqdır. Z-də deyir, Z digərlərindən daha çox maye sidiklə bədəndən çıxarılır. Xeyr, sidik turşusu əksinə daha qatı sidiklə bədəndən çıxarılır. Deməli, ikinci variantım oldu yanlış. Bir də üçüncü nədir? İnsanda əmələ gələn Y, yəni sidik cövhəri bədəndən tərləmə və sidiklə də çıxarılır. Bəli, üçüncü variantımız da doğru olmuş olacaq. Ona görə cavab olmuş olur B variantı. Daha sonra baxaq növbəti suala. 16-cı sualda deyir, aşağıda bir qrup alim tərəfindən aparılan təcrübənin gedişatı verilmişdir. Bu təcrübəyə əsasən aşağıdakı hansını demək olmaz? Pnevmoniyanın kapsulsuz forması siçanlara vurulub və siçanlar sağ qalıb. Pnevmoniyanın kapsullaşdırılmış forması siçanlara vuruldu və siçanlar öldü. Sonra qızdırılaraq öldürülmüş kapsullaşdırılmış forması siçanlara vuruldu və siçanlar sağ qaldı. Daha sonra 4-də deyir, pnevmoniyanın qızdırılaraq öldürülmüş kapsullaşdırılmış forması canlı qeyri-kapsullaşdırılmış, yəni kapsulu olmayan forması ilə qarışdırılmışdır. Bir müddət gözlədikdən sonra siçana vurulmuşdur. Yenidən siçanların xəstələnərək öldüyü müşahidə edilibdir. Ölən siçanın qanının müayinəsi zamanı həmin pnevmoniyaların kapsullaşdırılmış forması aşkar edilmişdir. Deməli, variant olaraq mənə nə deyir? Hansını demək olmaz deyir. Deməli, DNT ilə kapsul əmələ gətirmə qabiliyyəti qazanılır. Bəli, biz kapsullaşdırılmamış formanı daxil etdiyimiz anda yenidən kapsullu formanı təkrar görə biliriksə, deməli, bunun DNT-sində o məlumat var və bakteri özünə yenidən kapsul yarada biləcəkdir. Daha sonra nə deyir? Kapsullaşdırılmamış bakteriya forması siçanların ölümünə səbəb olur. Səbəb olmur. Bəli, kapsullaşdırılmamış bakteriya forması siçanın ölümünə səbəb olmayacaqdır. Şərtdə də zaten təcrübənin nəticəsi olaraq görülür bu.
Daha sonra siçanlar ölür, çünki kapsula ilə örtülmüş bakteriyaların qızdırılması nəticəsində DNT-nin strukturu zədələnir. Xeyr, kapsul elə zaten elə bakteriyanı qorumaq üçündür də ki, xarici təsirdən qorunsun. Bu səbəbdən DNT-nin strukturunun zədələnməsi fikri yanlış olmuş olacaqdır. E, Çünki zaten zədələnmiş olsa, kapsulu olmayan bakteri sonradan belə deyək, kapsul olan və olmayan bakterini qarışdırıb ki, e, belə qızdırmışdılar. Oradan yenidən mən kapsullu formaları necə görə bilərdim? Demək ki, onun DNT-sində olan o məlumat yenə də olduğu kimidir. Yəni DNT-nin strukturunda hər hansı bir zədələnmə baş verməmişdir. Dördüncü təcrübədə kapsullaşdırılmamış bakteriyalar dördüncü təcrübədə kapsullaşdırılmamış bakteriyalar çevrildi. Bəli, çevrildi oldu kapsullu bakteriya. Sonra nə deyir? Qapalı bakteriyalar siçanların xəstələnməsinə səbəb oldu. Bəli, yəni kapsulda olan bakteriyalar siçanın xəstələnməsinə, daha sonra ölümünə səbəb olmuşdu. Ona görə deyə bilmərik nəyi? C variantını deyə bilmərik. Daha sonra baxırıq 17-ci suala. Vena damarlarda qan hərəkətinə səbəb olan amillərdən bəziləri aşağıda verilmişdir. Cazibə qüvvəsi, skelet hücrələrin yığılması, boşalması, ürəyin sirkulyasiyonunun mənfi reaksiyası təzyiqi. Buna uyğun olaraq bu amillərdən hansı arteriya damarlarının qanın hərəkətinə təsirlidir? Nə skelet hücrəsinin yığılması, boşalması, nə mənfi təzyiq. Bunların heç biri nədir? Arteriyada qanın hərəkətinə bir təsiri olmayacaqdır. Sadəcə nə təsir edə bilər? Cazibə qüvvəsi təsir edə bilər ki, yuxarıdan aşağıya doğru qanın axmasına müəyyən dərəcədə təsir göstərə bilər. Digərləri sadəcə vena damarlarında qanın hərəkətinə köməklik edirdi. Ürəyin, yəni vurma qüvvəsi zaten arteriyada qanın hərəkətini yetəri qədər təmin edə bilir. Əlavə şeylərə ehtiyac yoxdur. Deməli, doğru cavab olmuş olur nə? Yalnız 1 olmuş olacaqdır. 18. Qulağın bəzi strukturları nömrələnmiş və aşağıda göstərilmiş. Şəkildə nömrələnmiş strukturlar haqqında aşağıdakı ifadə hansı doğrudur? 1-də 1 ilə işarələnmiş hissədə deyir müvazinət və 2-də eşitmə reseptorları vardır. Buna şərtdə mənə deyir, nə qulağın bəzi strukturları aşağıda göstərilmişdir. İfadədən hansı doğrudur? Hə, doğru olanı soruşur bizdən. Doğru olan 1-də müvazinət, 2-də eşitmə reseptorları var. Bəli. 1 ilə işarələnmiş hissə ilə 2 işarələnmiş hissəni həqiqətən də baxırıq ki, 1 müvazinət, 2 də nədir? Eşitmə reseptorları olmuş olacaqdır. İkinci, deyir, qulaqdaxili təzyiqin balanslaşdırılması 3 ilə təmin olunur. 3 ilə təmin olunur. Yevstah borusu. Bəli, təzyiq balanslaşdırılması Yevstah borusu ilə təmin olunur. 3-də nədir? Qulaq pərdəsi 4 ilə göstərilib. Xeyr, qulaq pərdəsi 4 ilə göstərilməmişdir. Ona görə nədir? Doğru variantlarım olur 1 və 2, yəni Y variantı olmuş olacaqdır. Deməli, həzmlə bağlı aşağıdakılardan hansı yanlışdır? Hüceyrədənkənar həzmdə fermentlərdən istifadə olunmur. Elə yanlış variantımız budur. Fermentlərdən istifadə olunar. Sonra nədir? Su hüceyrədaxili həzmdə istifadə olunur. Bəli, zolaların həzmi mədədən başlayır. Bəli, nazik bağırsaqda qida maddələrinin həzmi tamamlanır. Yoğun bağırsaqda kimyəvi həzm baş verir. Bunların hamısı da yenə də doğru olmuş olacaqdır. Tək yanlışımız hüceyrədən kənar həzmdə fermentdən istifadə olunmaması fikri idi. 20. Yağların həzm olması ilə bağlı aşağıdakı hansı doğrudur? Peptid bağları həzm zamanı parçalanır. Yağda peptid bağı nə gəzir? Yağların həzmində sudan istifadə edilmir. Bu da yanlışdır. Niyə edilməsin ki? Piylər lipazın təsiri ilə öz tikinti materiallarına parçalana bilər. Bəli, lipaza həmin piylər yağları nə edə bilirdi? Parçalaya bilir. Daha sonra baxırıq nəyi? 21-ci suala. Aşağıdakılardan hansı sentrifuqa edilmiş qanın çöküntüsünün tərkibində yoxdur? Biz bilirik ki, sentrifuqa edilərkən qanın formal elementləri filan hamısı çökəcək dibinə. Yuxarı hissədə qalacaq plazma. Aşağı hissədə həmin çöküntü qalacaq. Deməli,
Qanın çöküntü hissəsində yoxdur desə, qırmızı qan hüceyrəsi var olmuş olacaq, ağ qan hüceyrəsi var olmuş olacaq, trombosit var olmuş olacaq. Antigen eritrositin üzərində olduğuna görə yenə olmuş olacaq. Antitel isə dedik ki, harada bulunur? Plazmada bulunduğuna görə həmin çöküntüdə plazma belə deyək, antitel görülməz. Antitel yuxarıya doğru qalxmış plazmanın tərkibində olmuş olacaq. Ona görə doğru cavabımız olacaq Y variantı. 22. Böyük qan dövranına aid olan bəzi damarlar nömrələnmiş və aşağıdakı şəkildə göstərilmişdir. Bu damarlar haqqında aşağıdakı ifadələrdən hansı doğrudur? Bir nömrəli damar aortadır. Bir nömrə ilə göstərilib, bəli. E, Sonra iki nömrə, oruç zamanı iki nömrəli damarda qlükoza dərəcəsi arta bilər. Burada nəsə səhvlik var cümlədə. İki nömrəli damar nədir? Qaraciyərdən çıxıb damar. Deməli, qaraciyərdən çıxıbsa, burada qlükoza dərəcəsi arta bilər. Üçüncü nədir? Böyrək arteriyası 3 kimi göstərilib. Bəli, böyrəyə gələn damar, böyrək arteriyası həqiqətən də 3 rəqəmi ilə işarələnmiş olacaqdır. Bu oruc zamanı sözü bura nəsə yanlışlıqla gedibdir. Olsun. Tamam. Keçək növbəti suala. Burada yəni bunu nəzərə almasaq, 1, 2 və 3-cü variantımızın hər üçü nə olur? Doğru olmuş olacaqdır. Doğru olmuş olacaqdır. Yəni Y variantı. Daha sonra baxaq 23. Daha yüksəklə qalxdıqca aşağıdakı ifadələrin hansı düzgündür? Eritroprotein sintezi artır. Bəli, eritrositlərin əmələ gəlməsi üçün lazım olan maddənin sintezi artmış olacaqdır. Qırmızı qan hüceyrələrinin istehsalı artır. Qırmızı qan hüceyrəsinin istehsalı bəli artacaqdır. Daha sonra nə deyir? Vahid vaxtda nəfəslərin sayı azalır. Vahid vaxtda nəfəsin sayı azalmayacaq. Nəfəs sayı artacaqdır. Yuxarıda oksigen var ki, heç. Ona görə üçüncü variant nədir? Yanlışdır. 24-cü sualda qoldakı sümük və zərə birləşmələri aşağıdakı sxematik şəkildə göstərilmişdir. Ön qol sümüyünün 1 və 2 nömrəli hərəkətləri ilə bağlı aşağıdakılardan hansı yanlışdır? Deməli, qolun bükülməsi və açılması təsvir edilmişdir. Burada bizdən yanlışı soruşduğuna görə, baxın, direkt çox uzanmasın deyə cavaba keçirəm. Bir nömrəli hərəkət nədir? Qolu bükür də belə bağlayır. Bir nömrəli hərəkət atçı əzələrin əzələ lifləri qısaldıqda baş verir. Bu fikir birbaşa bizim yanlış fikrimiz olmuş olacaqdır. Yəni cavab D variantı olmuş olacaqdır. Daha sonra baxırıq 25. Böyrəyin ən kiçik funksional vahidi nefrondur. Yəni bizdən nə soruşur? Yuxarıdakı ifadənin neçəsi doğrudur deyir. Nefrondur, doğrudur. Bir doğrudur. Nefronda reabsorpsiya Bowman kapsulunda başlayır. Bu yanlışdır. 3. Filtrasiya ATP-dən asılı deyil. Bu da doğru olmuş olacaqdır. Filtrasiyada ATP istifadə olunur. Dəri də ifrazata kömək edən bir orqandır. Bu da doğru olmuş olacaqdır. Yəni nə? 1, 3, 4. Yəni 3 dənə variantım doğru olmuş olacaq. Ona görə cavab C variantı olmuş olacaqdır. Nə deyir burada? Spermatogenez aşağıdakı sxematik şəkildə göstərilmişdir. Aşağıdakı hansı ABCD ilə göstərilən hadisələri düzgün sadalayır? Deməli, birinci nədir? A-da ilk başlanğıc hüceyrədə replikasiya olmuş olar. Daha sonra B-də artıq meyoz bir prosesi baş vermiş olacaq ki, burada bir dənə birinci dərəcəli yönəltici cisimcik əmələ gəlmiş olacaqdır. Normal oosit əmələ gəlmiş olacaq digər hüceyrə. Daha sonra C-də nədir? C-də artıq meyoz 2 prosesidir. Yəni hər hüceyrə yenidən bölünür. Bir yumurta hüceyrə, geridə qalan 3 dənə də yönəltici cisimcik əmələ gəlmiş olacaqdır. Deməli, meyoz 2 D-də nədir? D-də isə əmələ gələnlər nə olur?
qamət olmuş olacaqdır. Bunun dördü də spermatozoid olduğundan elə dördü də qamət olmuş olacaqdır və ümumiyyətlə elə meyoz 2-nin nəticəsində zaten dişidə də bir dənə də olsun qamət əmələ gəlmiş olur. Ona görə e, sırayla baxsaq, replikasiya, meyoz 1, meyoz 2, sonda isə qamət əmələ gəlmə olaraq doğru cavabı işarələyə bilərik. Daha sonra baxaq nəyə? 27-ci suala simbiotik əlaqələrlə bağlı aşağıdakı mübahisələrdən hansı yanlışdır deyir. Yanlış cavaba direkt baxdığımız zaman görürük ki, parazitizmdə hər iki orqanizm zərər görür. Niyə görə bunu belə birbaşa bəzilərini keçirəm cavaba? Çünki ehtiyac yoxdur, izaha ehtiyac yoxdur. Kitabda yazılan bir şeydir yəni. Parazitizmdə deyir, hər iki orqanizm zərər görür. Parazitizmdə hər iki orqanizm yox, bir dənəsi zərər görür. Buna görə bu variantım olur yanlış. Pseudomonas fluorescens bakteriya növü çox sadə replikativ kulturallar əldə etmək üçün qida mühitinə əkilmişdir. Tamam. Deməli, birinci olan, baxın, təxmini buradan bura qədər olan, yarıya qədər olan. Bir də buradan bura qədər olan. Tamam. Burada nə deyir mənə? Təcrübə nəticəsində çalxalanmış stəkandakı bakteriyalar arasında müxtəlif formalı bakteriyalar yaranmaz. Çalxalanmış stəkandakı bakteriyalar arasında isə müxtəlif formalı bakteriyalar aşkar edilibdir. Çalxalanmamış stəkandakı bakteriyalar arasında müxtəlif formalı bakteriyalar aşkar edilibdir. Deməli, çalxalanmamışda müxtəlif bakteriyalar aşkar edildiyinə görə mən baxıram nədir? Hə, deməli, iki hissəyə ayrılıb, behirlər Petri qabında əkilir, sonra behirlərə köçürülür. Bir hissəsi sabit saxlanılıb, digər hissəsi çalxalanıbdır. Və sabit saxlananda, çalxalanmış stəkanda bakteriya arasında müxtəlif formalı bakteriya yaranmayıb, sabit saxlanılanlarda isə bakteriyanın müxtəlif formaları əmələ gəlibdir. Tamam. İndi müvafiq olaraq deyir, variantları verib bizə hansının doğru olduğunu seçəcəyik. 1. Dəyişən ətraf mühit şəraiti yeni fenotiplərin yaranmasına səbəb ola bilər. Deməli, burada baxın, əziz müəllimlər, şəkilə baxdığımız zaman dedik ki, bir hissəsi hərəkətli, bir hissəsi hərəkətsiz şəkildə saxlanılıb. Bax, bu dəyişən ətraf mühit şəraiti yeni fenotipin yaranmasına səbəb ola bilər sözü nəyə aiddir? Əslində bu çalxalanmamış. Tutaq ki, bu sabit. Tutaq ki, bu da çalxalanıb. Çalxalanıb. Hə. Dəyişən ətraf mühiti hansında yaranar deyə sual versək. Baxın, bu sabit olanda yaranar. Niyə sabit olanda yaranar? İzah edeyim. Əgər qabı sabit saxlamışıqsa, bu beherin, məsəl üçün, burası bir ayrı bir mühit olar. Bu qidalı mühitin alt hissəsi bir ayrı mühit olar. Nə bilim, bunun daha uç hissəsi ayrı bir mühit olar. Belə deyək. Qidalı mühitin orta hissəsi, üst səthi bir ayrı mühit olar. Amma çalxalananda hamısı sabit bir mühit şəklinə gələcək. Niyə? Çünki çalxalananda bax bu altda olan bakteriya qalxacaq üstə. Bu həm oksigensiz, həm oksigenli mühiti belə deyək, dəyərləndirmiş olacaq. Üstdə olan oksigenli mühitdə olmuş bakteriya yenidən belə deyək, qayıda bilər qabın aşağı hissəsinə ki, bu da yenə də onun həm oksigenli, həm oksigensiz mühitdə olmasını təmin edə bilər. Yəni, bütün bakteriyalara eyni şərait sağlanacaqdır burada. Ona görə də çalxalanan bəhirlərdə şərait eyniləşmiş olacaqdır. Amma sabit olanda isə fərqli olmuş olacaq. Qidalı mühitin alt hissəsində olan oksigensiz mühitdə qalmış olacaq, yuxarı hissədə olan oksigenli mühitdə qalmış olacaq və s. Deməli, ona görə də nə deyir? Dəyişən ətraf mühit şəraitindən yeni fenotiplərin yaranmasına səbəb ola bilər. Bəli, ona görə də mənim müxtəlif şəraitlərdə olan belə deyək, mühitlərimdə fərqli bakteriyalar, fərqli fenotiplər
yarana biləcəkdir. Ona görə birinci olan verilən nədir? Doğrudur. 2 deyir, müxtəlif yerli mühitlərdə bakteriyalar arasında daha çox genetik müxtəliflik baş verəcək. Bəli, müxtəlif yerli mühitlərdə bakteriyalar arasında daha çox genetik müxtəliflik baş verəcək. Az öncə də dediyim kimi, biri anaerob, biri aerob, biri fərqli olacaq, biri qida mühitinin üst hissəsində olmuş olacaq. E, Əsasən bakteriya həkimində anaerob və aerob üzərindən gedildiyinə görə bəzilərini dib həkim edirlər, bəzilərini səth həkim edirlər. Ona görə əsasən bunu misal olaraq bildirirəm, yəni tez-tez vurğulayıram. Hə. Deməli, ikinci variantım da nədir? Doğru olmuş olacaqdır. İkinci variantımız doğru olmuş olacaq. 3 nədir? Sabit ekoloji şəraitdə inkişaf edən bakteriya populyasiyaları dəyişkən ekoloji şəraitdə inkişaf edən bakteriyalara nisbətən ətraf mühitdə daha yüksək ünvanlaşma qabiliyyətinə malikdir. Xeyr, hansında ümumiyyətlə dəyişiklik baş verirsə, yəni bu sabit saxladığımızda fərqli mühit olmuş orada. Ona görə orada fərqli genetik çeşidlilik olacaq, fərqli bakteriyalar olacaq. Dəyişkənlik olduğundan da bunların ətraf mühit şəraitinə daha yüksək uyğunlaşma qabiliyyəti olmuş olacaqdır. Belə, deməli, üçüncü cavabımız yanlış olduğundan doğru cavab olur 1 və 2 cavabı, yəni C variantı olmuş olacaqdır. Daha sonra baxaq növbəti suala. Ailənin qan qrupu irsi aşağıdakı ailə ağacında göstərilmişdir. Buna görə aşağıdakılardan 1, 2 və 3 nömrəli şəxslərin qan qrupları ola bilməz deyir. Məsəl üçün, baxırıq, bu nədir? 4-cü qan qrupudur verilən. E, və aşağıda nə görürəm? Görürəm 2-ci qan qrupudur. 3-cü qan qrupudur. Əgər 4-cü qan qrupuna sahib bir insan e, nə ilə çarpazlaşsa, həm 2, həm 3-cü qan qrupu əmələ gələ bilər. Burada mən AA yazsam, AA yazsam, 3-cü qan qrupu əmələ gəlməyəcək. AO yazsam, buna AO yazsam, nə əmələ gələ bilər? Həm 2-ci qan qrupu gələ bilər, həm 3-cü qan qrupu gələ bilər. 2 ilə 3 rəqəmi də nə olacaq? İndi onu hələ e, ehtiyac deyil. Hələ ki, yəni 1-ə baxıram mən. Deməli, AA ola bilmədi. AO oldu. Başqa nə ola bilər? BB ola bilərmi? BB ola bilməz. Çünki BB olsa bu bir rəqəmi ilə işarələnən BB olsa bu zaman nə baş verəcək? Bu sadəcə özündən B verəcək və nəticədə nə əmələ gəlmiş olmayacaq? İkinci qan qrupuna sahib insan əmələ gəlmiş olmayacaqdır. Ona görə də bir nə olmur? Nə AA, nə də BB şəklində olmur. Elə birinci variantın, məsəl üçün, baxın, AO, BO, AB, OO, BB. Hə. Verilənlərdən birində də demişdim, nə olmaz? B, B ola bilməz. Nə də AA ola bilməz. Elə 1-ə uyğun gələn AA, BB axtarıram. Bir dənə görürəm Y variantında 1-ə BB qeyd edilib. Demək ki, mənim lazım olan variantım nədir? Y variantıdır. Yəni, birinci olan şəxs B qan qrupuna sahib ola bilməz. Daha sonra baxırıq nə? Aşağıdakı ailə ağacında 2-5 nömrəli şəxslərin AB qan qrupu vardır. Müvafiq olaraq 2 və 3 nömrəli fərqlərin genotipləri eyni ola bilər. 4 və 5 nömrəli fərqlərin genotipləri eyni, genotiplər fərqli olmalıdır. Bir nömrəli fərdin valideynləri eyni genotipə malik ola bilər. Hansı deyir? Doğrudur. Nə deyir? 2 və 5 nömrə AB. 2 AB-dir, tutaq ki, bir də 5 AB-dir. 2 və 5 AB olsun. Hə. İndi mənə nə deyir? Müvafiq olaraq 2 və 3 nömrəli fərqlərin genotipləri eyni ola bilər. 2 və 3 nömrəli fərqlərin genotipləri eyni ola bilər. Buradan 5-ə nə deyib? AB olub. Hə. Bu AB yazsam buna belə bu şəkildə. Buradan AB həqiqətən də nədir? Alına bilər. Ona görə də nədir? 2 və 3 nömrəli fərqlərin genotipləri eyni ola bilər variantını mən doğru cavab olaraq götürürəm. Daha sonra nədir? 4 və 5 nömrəli fərqlərin genotipləri fərqli olmalıdır. 4 ilə 5-in genotipləri fərqli olmalıdır. Deyə bir şey tam, belə deyək də, tam deyə bilmərəm. 4 ilə 5-in genotipləri eyni də ola bilər.
Yəni buradan bu dördüncü qan qrupuna sahib bir dənə də şəxs əmələ gələ bilər də, yəni heç bir problem yoxdur. Biri A-nı verər, biri B-ni verər, yenə də dördüncü qan qrupuna sahib bir adam əmələ gələ bilər. E, Ona görə ikinci variant yanlışdır. Üçüncüdə deyir, bir nömrəli fərdin valideynləri eyni görüntüyə malik ola bilər. Bir nömrəli fərdin valideynləri. Bir nömrəli fərd budur. Bir nömrəli fərd budur. Bunun da valideynləri bunlardır. Valideynləri bunlardır. 2-yə mən AB demişəm. Əgər bu AB əmələ gəlibsə, bunun mütləq bir şəkildə biri A verib, biri B veribdir də mənə. Biri A verib, biri B veribsə, bunun məsəl üçün tutaq ki, e, yenə də məsəl üçün AB və yaxud da AO olsun, A olsun. Bir nömrəli fərdin valideynləri eyni genotipə malik olar. Bu məsəl üçün AB olsun, bu da AB olsun. Bu AB-lərin yenə birləşməsindən zaten nədir? Övladın biri AB kimi götürüb. Digərləri də elə AB, AA və yaxud da e, BB məsəl üçün. Bu şəkildə də yəni övladlar əmələ gələ bilər hər birində. Tutaq ki, bu olacaq nə? AA. Tutaq ki, bu olacaq nə? E, Nə olacaq bu? BB. Tutaq ki, bir dənəsi də olub, biri A verib, biri B verib, olub AB də. Şərtdə bəri başlandan mənə deyibdir ki, 2AB-dir. Bu şəkildə olanda valideynlər AB şəklində olması, yəni eyni genotipdə olması qəbul edilə biləndir, yəni ola bilər, yəni. Ona görə də üçüncü variantımda nədir? Doğru cavab kimi götürürəm. Cavab olur 1 və 3, yəni B variantı. 31. Müəyyən bir heyvan tipində təsnif edilən canlıların ümumi bədən quruluşu aşağıda göstərilmişdir. Aşağıdakılardan hansı bu tipə təsnif edilən heyvanların xüsusiyyətlərinə aid deyildir? E, Yenə də birbaşa cavaba keçib demək istəyirəm ki, nədir? E, Bu süngərin quruluşunu verib, süngərdə nədir? Açıq qan dövranı görünür fikri yanlış olmuş olacaqdır. Bunlarda açıq qan dövranı olmayacaqlardır. 32. 32-də deyir, bakteriyalar aləmindəki canlılar haqqında aşağıdakı mülahizələrdən hansı qəti şəkildə yanlışdır? DNT-ləri histon zülallarına bükərək saxlayır. Xeyr, bakteriyalarda histon zülalları bulunmaz. Ona görə də mən, məsəl üçün, A variantına baxıram, onlar mənfi ekoloji şəraitdə endospor əmələ gətirirlər. Bəli, daxili spor əmələ gətirirlər. Sonra onlardan xarici bir dənə qlaq qalırdı. Yəni, qorunmayan hissə. Yerdə qalan bütün hissələrini qoruya bilirdilər. Daha sonra onların peptidoglikan hüceyrə divarı, bəli, zulandan karbohidrat birləşimi peptidoglikan hüceyrə divarı əmələ gətirdilər. Artıq qlükozanı qlikogen kimi saxlayırdılar. Onlar bir kapsul daşıyaraq fagositozdan qorunurlar və bunların hamısı nə olacaq? Doğru olmuş olacaq. Bir dənə yanlış olan cavabım nədir? B variantı olmuş olacaqdır. Daha sonra baxırıq nəyə? 33. Bədən istiliyi ilə ətraf mühitin temperaturu arasındakı əlaqənin qrafikdə göstərdiyi kimi olduğu heyvanda deyir, yetkin qırmızı qan hüceyrələri nüvələri var. Onların ağciyərlərə bağlı hava kisələri var. Onların sinə boşluğu, qarın boşluğu, döş boşluğu ilə qarın boşluğu arasında əzələli diafraqmaları var, deyir. Aşağıdakı ifadədən hansı doğrudur? Qrafika baxdığım zaman görürəm ki, nədir? İstilikdir, bir də zamandır. Qrafikin bir əyrisi bədəndəki istilik, digər əyrisi ətrafdakı istilikdir. Baxıram ki, bunların ikisi də paralel gedir. Deməli, bu canlının hansı bir canlıdırsa, bədən istiliyi xarici mühitin istiliyi ilə bağlı olan bir formadadır. Ona görə bu nədir? Soyuqqanlı heyvandır da, deməli bu. Mən bura məsəl üçün bir suda qurda yaşayan heyvanın önəmin sürünəni götürə bilərəm də burada. Deməli, mənə nə deyir? Qırmızı qan hüceyrələrinin nüvələri var. Bəli, baxın, sürünənlərdə yetkin qan hüceyrələrində, qırmızı qan hüceyrələrində eritrosit mövcud olmuş olacaqdır. Amma onların ağciyərlərinə bağlı hava kisəsi var. Bu fikir yanlışdır, bu quşlarla bağlı odur. Onların sinə boşluğunun qarın boşluğu, yəni döş və qarın boşluğuna ayrılan diafraqması var. Bu məməlilərə xas olan bir şey olduğuna görə bu da yanlışdır. Doğru cavabımız sadəcə olacaq nə? 1. D variantı, yəni.
Daha sonra baxırıq 34-cü sual. Dişi heterogametliyə malik canlıların toxumluq və yumurtalığın yetişmə zonasına bərabər sayda hüceyrə daxil olubdur. Əgər sonda olunan X cinsi xromosomun yönədici sümüklərin maksimum sayı 16 ədəd olarsa, bu zaman neçə hüceyrədə qütblərə həm X, həm də Y xromosomu çəkilmiş olar və neçə hüceyrədə yalnız X xromosomları çəkilmişdir. Deməli, dişi heterogametliyə malik olan bir şey nə olacaq? XY olacaq, erkəyi də XX olacaq. Burada e, deməli, X cinsi xromosomun yönədici sümüklərinin maksimum sayı 16-dır. Tamam, buradan XX, YY bu 8, 8, maksimum sayı 16 dediyinə görə bunun biri olacaq qamət, digəri olacaq yenə də yönəldici sümcük, amma nə? Y xromosomlu olacaq yönəldici sümcük. Və bunların da sayı nə olur? 8, 8 olur. Deməli, qamət sayı 8 isə başlanğıc hüceyrə sayı da nədir? Başlanğıc hüceyrə sayı bərabərdir 8-ə. Deməli, erkəklə dişidə də eyni sayda başlanğıc hüceyrə daxil olduğuna görə, erkəkdə də başlanğıc hüceyrə nə olur? 8 dənə olmuş olacaqdır. İndi bu 8 hüceyrə, ümumiyyətlə bir hüceyrə üzərindən geçsəm, bir hüceyrə neyniyir? Bir hüceyrə bölünür 2 dənə hüceyrə əmələ gətirir. Bu, erkək üçün, daha doğrusu dişi üçün XY-də, yəni bu şəkildə götürsəm, mənə nə deyir? E, Neçə hüceyrədə qütblərə həm X, həm də Y xromosomu çəkilmişdir. Baxın, bu hüceyrədə qütblərə həm X, həm də Y xromosomları çəkilmiş olacaq. Yəni, bir dənə hüceyrə daxil olanda bir hüceyrədə bu proses baş vermiş olacaq. Daha sonra bu X, bu da Y olaraq ayrılmış olur ki, burada təzədəndən əmələ gələnlər yenə XX, bundan əmələ gələnləri Y xromosomlu olmuş olacaq. Deməli, burada yalnız bir hüceyrə daxilində bir hüceyrədə bu proses baş verir. Erkək də XX olduğundan zaten burada həm X, həm Y-in çəkilməsi mümkün deyil. Bir hüceyrə daxilində bir hüceyrədə əgər həm X, həm Y çəkilməsi baş verirsə, 8 hüceyrə başlanğıc hüceyrə 8 idi. Giribsə, deməli 8 hüceyrədə həm X, həm də Y çəkilmiş olacaqdır. Və ikinci olaraq nə deyir? Neçə hüceyrədə yalnız X xromosomları çəkilir. Yalnız X xromosomunun çəkilməsi əmələ gələn bax bu 8 hüceyrədə olacaqdır. Görürsünüz, yalnız X xromosomları çəkilir. Bir də erkəyin əmələ gələn hüceyrəsində bir hüceyrədən, yəni bax bu 8 hüceyrə daxil olacaq. Təzədəndən hər birinə uyğun olaraq 8, 8, yəni 16 dənə hüceyrə əmələ gətirəcək. Hər biri yenə X daşıyacaq. X daşıyacaq. Bu da X daşımış olur. Və bunlardan da əmələ gələnlər yenə də 4 dənə qamət olmuş olacaq. Və qütblərə X xromosomu çəkilməsi hansı hüceyrə bölünmə keçirdəcəksə ona baxa bilərik biz ancaq. Bax, bu 8 hüceyrədə olmuş olacaq qütblərə X xromosomu çəkilməsi. Bu 8 dənə hüceyrədə, bir də bu 8 dənə hüceyrədə olmuş olacaq. Ümumi olur 24 dənə. Bir də nədir? Dişidə də həmin bu 8 hüceyrədə də bölünmə keçirdən zaman qütblərə X çəkilmiş olacaqdır. Cəmsini toplasam eləyəcək 8, 8, 8, 24. Dişidə də burada 8 dənə. Eləcə cəmi 32. 32 üzərində yalnız X xromosomu çəkiləcəkdir. Doğru cavabımız olur D variantı. Daha sonra baxaq nəyə? Bədənləri tüklə örtülmüşdür. Onların ifrazat orqanı böyrəkdir. Daxili mayalanma var. Onların ifrazat məhsulu silik cövhəridir. Deyir, bunlar hansı ən kiçik sistematik kateqoriyaya aid edilər. Bədən tükünə örtülməsi nədir? Məməliliyə aiddir. Məməli. İfraz orqanı böyrək olması məməli. Daxili mayalanma yenə məməlilərdə gedə bilən bir şeydir. İfrazat məhsulsuzluq cövhəridir. Yenə məməli şəklində yaza bilərəm. Hər yerdə görürəm nə? Məməli görürəm hər yerdə. Məməli nədir? Sinifdir də. Sinif olaraq deməli bunları birləşdirə bilərəm bu əlamətləri bir sinifdə. Doğru nə deyir? 36-da bir qəlsəmə yarıqlar embrion dövründə mövcuddur. Bu onurğalarda olur. Onurğa. Bel tərəfə sinir borusuna rast gəlinir onurğalılarda. Qapalı qan dövranı müşahidə olunur onurğalılarda. Oksigen qanda qırmızı qan hüceyrələri tərəfindən daşınır. Yenə onurğalı. Onurğalı elə hər yerdə onurğalı görürəmsə, mən onurğalı nədir bu? Şöbədir də, şöbə olaraq qəbul edə bilərəm deməli. Kiçik sistematik kateqoriya olaraq şöbədə birləşdirə bilərəm.
Aşağıda quruluşlardan hansı məməli və sürünən növlərinə ümumi deyir. Deməli, həm məməli, həm də sürünən növləri üçün böyrək olması hər ikisi üçün ümumidir. Tük yalnız məməlidə olar. Nüvəli qırmızı qan hüceyrəsi isə nə də olar? Daha doğrusu nüvəli yetkin qırmızı qan hüceyrəsi yazmalıydım bura. Hə, bu da yalnız nəyə? Sürünənə aid olmuş olacaq. Çünki məməlilərdə yetkin eritrositlərdə nüvə olmaz. Demək ki, buradan cavabımız nə olur? Yalnız 1 olmuş olacaqdır. Daha sonra nə deyir? Bir zəncirdə müəyyən sayda nukleotid olan DNT molekulunda aşağıdakı nisbətlərdən hansı doğru ola bilər? Purin nə idi? ADN-in üzərinə gəl, ADN üzərinə gəl guanin. Pirimidin nə idi? Pirimidin nə idi? Stolun üzərinə gəl timin. Bu şəkildə yazaramsa, ADN-in nə qədərdirsə, timin də o qədərdir. Guanin nə qədərsə, sitozin də o qədərdir. Məsəl üçün, 2 dənə ADN-in varsa, 2 dənə timinin var. 3 dənə guanin varsa, 3 dənə sitozinin var. 2 üzərinə gəlir 3, 5, 3 üzərinə 2, yenə 5, 5, 5-ə 1 bərabərdir yəni. Birinci cavabım qəbuldur. İkinci, gen nukleotid. DNT üzərində müəyyən gen sahələri var. Hər bir gen sahəsi də müəyyən sayda nukleotidlərdən ibarət olduğuna görə gen sayı nukleotid sayına bərabər olmaz. Ona görə ikinci cavabım yanlışdır. Dezoksiriboza azot üzvü əsas. Deməli, ə, azot əsası yox, nukleotid şəklində verilsəydi daha yaxşı olardı. Çünki azot əsasında dezoksiriboza olmaz. Ə, Nukleotiddə olar dezoksiriboza. Dezoksiriboza ə, nuk, ə, deməli, nukleotid bu şəkildə olsaydı, hə, üçünü də götürə bilərdik. Deməli, bu halda deyildiyinə görə cavab 3 yox, B variantı olmuş olacaqdır. Yəni, sadəcə purin və pirimidin cəmi bir-birinə bərabər ola bilər. Nə dezoksiriboza azot üzvü əsası bir-birinə bərabər olmuş. Azot üzvü əsası olsun da, o azot üzvü əsasında zaten onsuz da DNT-dən gedirsə söhbət, dezoksiribozada, DNT-dən gedirsə söhbət, DNT-nin üzərində nə yerləşəcək? Nukleotid şəklində yerləşəcək də. Hə, ona görə də azot üzvü əsasının sayı dezoksiriboza sayına bərabər olmuş olacaqdır və doğru cavabımız olacaq nə? 1 və 3 olmuş olacaqdır. Yəni 3 də doğrudur, 1 də doğrudur. Doğru cavabımız 1 və 3 olmuş olacaqdır. Daha sonra baxaq nəyə? 39 aşağıda hüceyrədə baş verən iki fərqli hadisə var. Bu e, hadisələrlə bağlı X hadisəsi yalnız deyil, xloroplastda olan hüceyrələrdə baş verir. X hadisəsi karbon qazı, su, deməli bu nədir? Fotosintez prosesidir. Fotosintez prosesidir, amma X birinci variantı mən yanlış qəbul edəcəm. Çünki fotosintez prosesi sırf xloroplast olmalı deyə bir şey yoxdur. Xlorofili olanda da gedə bilər də, yəni. Ona görə bir doğru olmayacaq, yanlış olacaq. 2. Y hadisəsi eukaryot hüceyrələr mitoxondriyalarında baş verir. Y hadisəsi nədir? Tənəffüs prosesidir də, yəni burada parçalanacaq burada. Deməli, bu nədir? Mitoxondriyalarında baş verəcəkdir. Bəli, doğru olmuş olacaqdır. 3 nədir? X hadisəsini yerinə yetirə bilən hüceyrə sayı Y hadisəsini yerinə yetirə bilən hüceyrə sayından çoxdur. Y bütün canlı hüceyrələrdə gedər, amma X ancaq xlorofil, xloroplastda olan hüceyrələrdə gedə bilər. Ona görə də nədir? Mənim yalnız ikinci verilənim doğru olduğuna görə cavab olacaq Y variantı. Onurğalara əhatə edən xordallar tipinin bütün canlılar aşağıdakı şəkildə göstərilən 4 xüsusiyyət paylaşırlar. Deməli, müvafiq olaraq aşağıdakılardan hansı xordallar tipində əsas edilən bütün canlıları üçün ümumi deyil. Bura aiddir nədir? Balıqdır, sürünəndir, suda qurda yaşayandır, quşdur, məməlidir. Bunlara aiddir. Baxdığım zaman mən sinir toxumasını hamısında görərəm, əzələ toxumasını görərəm, qığırdaq toxumasını görərəm, amma sümük toxuması hamısında görmürəm. Çünki bəzi balıqlar var idi, qığırdaqlı balıqlar, onlarda sümük toxuması olmayacaqdır. Ona görə cavab D variantı olmuş olacaq. Epitel toxumasını da yenə görmüş olacaq.
Daha sonra baxaq növbəti suala. 41-ci bitki hüceyrəsi ilə heyvan hüceyrəsinin bölünməsi arasındakı əsas fərqləri müəyyən etmək üçün tələbənin aşağıdakı mərhələlərdən hansını öyrənməsi ən uyğun olardı? Biz görəndə anafazada, profazada, metafazada, interfazada bunların hamısı zaten bitki heyvan hüceyrəsində baş verən standart, yəni eyni şəkildə baş verən bir prosesdir. Amma stokinez dediyimiz heyvan hüceyrəsində, bitki hüceyrəsində nədir? Golgi kompleksinin fəaliyyəti nəticəsində bir dənə hüceyrənin mərkəzində nə yaranırdı? Bir sərhəd yaranırdı. Bu şəkildə hüceyrə bölünürdü iki hüceyrəyə. Heyvan hüceyrəsində hamma nətər idi? Belə bir şey idi. Heyvan hüceyrəsi ortadan nəzilərək bölünürdü. Ona görə mən bunu öyrənmək istəsəm, hansı mərhələyə diqqət edirəm? Stokinez, yəni sitoplazmanın bölünməsi prosesinə baxaram. Daha sonra baxaram nəyə? 42-ci suala. Metoda keçən hüceyrənin xromosomlardan birinin quruluşu aşağıda göstərilmişdir. X, Y, Z münasibətdə deməli, birinci deyir, X kinetoxor adlanan zulal quruluşudur. Bəli, kinetoxor adlanar bu, həmin bu hissə, hansı ki, bura nə birləşəcək? İ telləri birləşmiş olacaqdır. Birinci cavab doğrudur. İkinci, yalnız heyvan hüceyrələrində görünür. Xeyr, həm heyvan, Y dediyi nədir? İ telləridir, kənardan birləşənlər. İ tellərini həm bitkidə, həm heyvanda görmüş olaram. Üçüncüdə deyir, Z və T onlar müxtəlif məlumat daşıyan strukturlardır və xromotidlər adlanır. Xromotid adlandırması doğrudur, amma müxtəlif məlumat daşımaz. Çünki bunlar qardaş xromotidlərdir. Homoloji xromosomlardan söhbət geçsəydi, hə, deyərdim, başqa bir məlumat daşıyır. Amma qardaş xromotidlər fərqli məlumat daşımaz. Ona görə 2 və 3 cavablarım yanlış olduğundan sadəcə 1 doğru olmuş olacaqdır, yəni A variantı. Daha sonra baxırıq 43 sınaq borusunun mitoz bölünmə ilə əmələ gələn diploid xromosom dəsti 4 olan xromosom hüceyrələrinin mitoz keçirməsi və qısa müddətdən sonra yenidən bölünməsi müşahidə edilmişdir. Bir dəfə mitoz keçir, sonra da bölünübdür təzədən. Müvafiq olaraq B hüceyrələri mitoz yolu ilə əmələ gələn hüceyrələrin hər birinin xromosomların sayı və sonuncu halda sınaq qabındakı hüceyrələrin ümumi sayı aşağıdakılardan hansında düzgün göstərilmişdir? Sınaq qabındakı hüceyrələrin ümumi sayı bir hüceyrə bölünüb, əmələ gəlib 2 dənə hüceyrə, sonra onlar da bölünüb 2 dənə hüceyrə əmələ gəlir. Çünki zaten mitoz bölünmə zamanı da 2 dənə hüceyrə əmələ gəlir. Sonradan standart bölünmə zamanı da yenə də 2 dənə hüceyrə əmələ gəlmiş olacaq. Yəni birindən 2 dənə, ümumisindən nə qədər? 4 dənə hüceyrə əmələ gəlmiş olacaq. Ümumi hüceyrə sayım olacaq 4, xromosom sayı mitozda dəyişmədiyindən elə xromosom sayı başlanğıc xromosom sayına bərabər olacaq. Diploid xromosom sayı 4 olmuş olacaq. 4, 4, yəni xromosom sayı 4, hüceyrə sayı 4 olmuş olacaq. Yəni C variantı. Daha sonra nə deyir? İki ayaq üzərində əşyaya istinad edərək bir qədər önə doğru əyilərək gəzən canlıdan söhbət gedir. Bu kim idi? Bu pitekantroplar idi. Pitekantroplar deməli tapıldığı ilk qitə hansı idi? Asiya qitəsi idi. Yerləşən mənşə mərkəzinə bitən bitkilər hansılardır? İlk qitə Asiya qitəsi olduğuna görə mən sırf mənşə mərkəzlərindən Asiya qitəsi ilə bağlı olanları seçəcəm. Hansı ki, məsəl üçün, buğda ağ turp variantına baxdığım zaman, bəli, sırf Asiya olaraq Cənub-Qərbi Asiyada buğda görə bilirəm, amma nədir? Ağ turpu mən Aralıq dənizi mərkəzində gördüyümə görə bu 3 qitə ilə bağlı bir mərkəz olduğuna görə bunu mən götürə bilmərəm. Mənə lazımdır nə? Sadəcə Asiya qitəsi, sırf Asiya qitəsində olsun. Yəni bu Cənubi Asiya tropik mərkəzi də ola bilər, Cənub-Qərbi Asiyada ola bilər, Şərqi Asiyada ola bilər. Belə. Deməli, mən burada axtardığım variantlarda sadəcə Asiyada olan bitkilər lazım olacaq. Kakao, kino heç əlaqəsi yoxdur. Ananas, qəhvə yenə də təkcəhli mərci, qaş soğan dediyimiz yenə də Aralıq dənizi mərkəzində olmuş olacaqdır.
Bunlardan sadəcə Asiya qitəsinə, sırf Asiya, yəni Cənubi Asiya, Cənubi-Qərbi Asiya, Şərqi Asiya. Bunların üçündən birində yerləşmiş olacaq nə düyü və xiyar bitkiləri olmuş olacaqdır. Yəni Y variantı. Daha sonra baxırıq hüceyrənin bölünərkən yeni hüceyrələrin əmələ gəlməsi prosesinə hüceyrə dövrü deyilir. Hüceyrə dövrü sxematik şəkildə aşağıdakı göstərilmişdir. Bitki hüceyrəsində DNT ikiləşir, 2 sitoplazmatik ayrılma holucu hüceyrələrin fəaliyyəti nəticəsində təmin edilir. Bəli, İTL-lər yox olur, xromosomlar parçalanır və xromotitlərə ayrılır. Aşağıdakılardan hansında hadisələrin baş verdiyi dövrlər düzgün üst-üstə düşür? Birinci nə deyir? Birinci deyir DNT ikiləşir. DNT ikiləşir, sintetik mərhələdə DNT ikiləşməsi nə baş verəcək? İnterfaza baş verəcək də DNT ikiləşməsi. E, interfaza baş verdi. Deməli, birinci nə oldu? İnterfaza. İkinci olaraq nədir? e, Stoplazmatik ayrılma hol hüceyrələrin fəaliyyəti nəticəsində təmin edilir. Bitki hüceyrəsindən söhbət getdiyinə görə, bəli, bayaqlarımı izah elədim ki, bitki hüceyrəsində Hodgkin kompleksinin fəaliyyəti nəticəsində bitki hüceyrəsində ortada bax bu şəkildə bir sərhəd yaranır ki, iki dənə bitki hüceyrəsi nəticədə əmələ gəlmiş olur. Yəni bu şəkildə hüceyrələr bölünürlər. Bu nədir? Stokinezdir, yəni sitoplazmanın bölünməsi prosesidir. Üçüncü olaraq nədir? İTL-lər yox olur, xromosomlar parçalanır və xromatidlərə ayrılır. Bu da nədir? Karyokinez olmuş olacaqdır. Belə. Artıq burada yəni nüvə də bölünmüş olacaqdır. Ee, Deməli, daha sonra baxırıq nəyə? 46-cı suala. Hüceyrə dövrünün aşağıdakı fazalarından hansı zamanı homoloji xromosomların normal şəraitdə birgə mövcud olması ehtimalı azdır? Homoloji xromosomlar nə zaman qütblərə çəkilərək ayrı-ayrı hüceyrə arasında paylanacaq? Artıq bir telefazanın birinci telefazanın sonunda artıq bu baş vermiş olur və artıq ikinci profaza mərhələsində mən homoloji xromosomları yan-yana görmərəm. Ehtimalı azdır nəyə görə demişəm? Ona görə ki, bəzən bir yerdə də çəkilə bilirlər də eyni qütbə. O mənada demişəm ki, bəzi ağıllılar götürüb özündən rəy bildirməsin suala. Yəni doğru cavab nədir? 2. Profaza. 47-də deyir, K-da DNT çoxalır və 2 qat olur. K nədir? İnterfazadır. Deməli, T-də homoloji xromosomlar ayrılır. T olacaq meyoz 1. El ilə DNT-nin miqdarı cütləşmədən əvvəlki dəyərə çatacaqdır. Bir stokinezdir. Yəni meyoz 1-in sonunda meyoz 1 tam baş vermiş olur və stokinez prosesi baş vermiş olur. Daha sonra nə deyir? Y nöqtəsində bacı xromatidlər ayrılır, qız xromatidlər ayrılır. Bu olacaq meyoz 2. Meyoz 2-nin anafazasında bildik ki, xromatidlər çəkilirdi qütblərə. Daha sonra isə yaranan yeni hüceyrələr ana hüceyrənin yarısı qədər DNT-yə malik olmuş olacaqdır. Təbii ki, interfaza keçirməmişdən qabaqki. Bu da nədir? Olacaq stokinez 2. Yəni, meyoz 2 prosesi tam baş verir. Stoplazma ayrılır. 2 dənə, hər hüceyrədən 2 dənə hüceyrə əmələ gəlmiş olur. Proses yəni tamamlanır. Tam şəkildə tamamlanır. Ona görə də 47-ci sualın cavabı olmuş olur. Nə? C variantı olmuş olur. Deməli, burada nə deyir? A, B. Böyük ya kiçik A, böyük B, kiçik B, D, kiçik D, Y, Y. Genotipa marifətlərini əmələ gətirə biləcəyi qamət növlərinin və bu qametlərin əmələ gəlmə ehtimalları aşağıdakı birləşmələrindən hansı yanlışdır? Birləşmələrindən hansı yanlışdır? Deməli, A və D genləri bir-birindən bağlıdır və heç bir aşağıdakı birləşmələrindən hansı yanlışdır? Yanlışdır olmalı burada, doğrudur olmalıydı. Əslində səhv eləmirəmsə əgər. A və D genləri bir-birə bağlıdır və heç bir keçid və ya mutasiya yoxdur. Mən və A, B, A ilə D-ni, A ilə D deməli ilişikdirsə, kiçik A ilə də kiçik D ilişikdir. Bunun ikisini bir dənə mən heterozigot forma kimi düşünsəm, B-ni də bir dənə heterozigot kimi düşünürəm. Y-lər homozigot olduğundan 2 dənə mənim cəmi heterozigotum olduğundan 2 üzəri 2 nədir? 4 olmuş olur.
E, yəni 4 cür qamət olmuş olur. Ona görə mən bu 8-də birləri avtomatik aradan qaldırıram. Sonra mənə nə deyir? Deməli, mən bilirəm ki, böyük A-la kiçik D yan-yana gəlməyəcək. Böyük A-la kiçik D və yaxud da kiçik A-la böyük D yan-yana gəlməyəcək. Çünki ilk durumda A-la D, kiçik A ilə də kiçik D gələr ancaq. Ona görə D variantını da götürürəm. Deməli, sonra baxıram nəyə? Variantlara A-la və Y-yə. Mən ümumi yazsam bunu, böyük A, kiçik A, böyük B, kiçik B, böyük A, kiçik A, böyük B, kiçik B, böyük D, kiçik D, Y, böyük Y. Hə, bu halda mən deməli, böyük A-nın gəlmə ehtimalı, yəni bu genotipdə olan şeyin, qametin əmələ gəlməsi nədir? İki variantdan birində olmuş olacaq da. Ya böyük A gələr, ya da kiçik A gələr. İki variantdan birində olduğuna görə 2-dən 1-dir. 2-dən 1-dir. B-nin, kiçik B-nin gəlməsi. Mən bu ilişikli dediyinə görə, mən bu böyük A-la böyük D-ni ikisini bir yerdə götürdüyümdən təzədəndən D-yə də ayrıca baxmayacağam. A-la D-yə bir yerdə baxıram. Böyük A, böyük D gəlməsi, bax belə deyək, daha dəqiq olsun. Böyük A, böyük D gəlməsi nədir? İki variantdan birində. Çünki kiçik A, kiçik D də gələ bilər. 2-də 1 bu oldu. Böyük B, kiçik B. Deməli, burada kiçik B-nin gəlməsi nədir? 2-dən 1 ehtimaldır. Y-nin gəlməsi elə 1 ehtimaldır. Böyük Y-dir. Ancaq böyük Y verəcək. Buradan da baxıram ki, nədir? 4-dən 1 ehtimalından həqiqətən də əmələ gələ bilər. Bax bu genotipə sahib bir qamət. Ona görə də cavabımız olur nə? A variantı olmuş olacaq. Daha sonra nə deyir? Quru ekosistemdə qida piramidasında iki trofik səviyyə arasında keçid zamanı biokütlə azalırsa, trofik səviyyələr arasında keçid aşağıdakılardan hansı ola bilməz? Biokütlə azalması sadəcə fototrofdan, yəni istehsalçıdan parçalayıcı, çürüdücüyə keçən zaman hər hansı bir dəyişiklik olmaz. Ona görə də yanlış cavabımız nə olur? C variantı olmuş olacaqdır. Daha sonra nə deyir? 50-ci sualda hüceyrə membranında baş verən bəzi nəqliyyat hadisələri aşağıda göstərilmişdir. Sxematik material köçürmə üsulları üçün bütün canlı hüceyrələrdə baş verə bilər. 1, 2 deyir, membranın iki tərəfi arasında daşınan maddənin konsentrasiyası fərqini azaltmaqda təsirli olmalıdır. Üçüncü nədir? Hüceyrə canlılığının sübutu kimi istifadə edilir. 4, kiçik molekulların keçməsinə imkan verir. Bunlardan deyir, hansı nədir? Hansı xüsusiyyətləri? Hə, hər üçü deyir, hansı xüsusiyyəti paylaşar? Bax, bu 1, 2, 3, 4 verilmiş xüsusiyyətlər hansını həm birinci şəkil, həm ikinci, həm də üçüncü şəkil, üçü də daşıyar. Deməli, mən baxdığım zaman nədir? Bütün canlı hüceyrələrdə baş verə bilər. Bəli, həm birinci proses, həm ikinci. Sadə difuziya prosesidir də bunlar. Difuziya prosesidir. Bax, bunlar. Daşınma prosesi nəticəsində birincidə baxıram ki, birincidə də, ikincidə də, üçüncüdə də bu proses baş verirsə, bu bütün canlı hüceyrələrdə baş verə bilən bir prosesdir. Birinci cavabım deməli olacaq mənim doğru. İkinci, membranın iki tərəfi arasında daşınan maddənin konsentrasiyası fərqini azaltmaqda təsirli olmalıdır deyil. Azaltmağa xidmət edir. Xeyr, bax bu məsəl üçün burada mənim konsentrasiyam nədir? 30%-dir, burada 70%-dir, deyək ki. Bunların arasında fərq nədir? 40-dır da. Bir müddət sonra bax bunlar getdikcə yuxarıya daşındıqca yavaş-yavaş burada olacaq konsentrasiya 50, tutaq ki, burada da 50 olacaqdır. Digərində də həmçinin. Burada da həmçinin. Amma burada nə görürəm ki? Görürəm ki, maddə az olan yerdən çox olan yerə doğru durmadan daşınmağa başlayır. Yəni, burada konsentrasiya fərqi azaltmağa yönəlik bir şey yoxdur. Ona görə də ikinci variantım olur yanlış. Üçüncü nədir? Hüceyrə canlılığın sübutu kimi istifadə edilir. Hüceyrə canlılığın sübutu kimi istifadə eləyər, ancaq bax bu ATF istifadəsi ilə maddənin daşınması prosesi. Digərləri cansız hüceyrədə də baş verə bilən bir prosesdir. Ona görə də
nədir? Üçüncü variantım da yanlış olmuş olur. 4 nədir? Kiçik molekulların keçməsinə imkan verir. Bəli, kiçik molekulların keçməsinə imkan verəcəkdir hüceyrə membranı. Belə əziz müəllimlər, doğru cavabımız olur 1 və 4, yəni A variantı. Dəyərli müəllimlər, sual sayı çox olduğundan və mən də yorğun olduğumdan mümkün qədər çalışdım həm izah edim, həm də sürətli şəkildə izah edim ki, tez bitirim. Aydın olmayan nəsə olarsa rəylərdə bildirməyinizi xahiş edirəm. Yanlış getmiş suallara görə təkrar üzr istəyirəm. Zaten öncədən bildirdim. İnsanlıq halıdır. Olur, hər kəsdə olur. Sınaq hazırlayarkən bir sıra boşluqlar olur, sualda səhvliklər olur. Belə əziz müəllimlər, sınavımızın izahı bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. İnşallah ki, növbəti sınaqlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.